Samat Kəsə biz bugün sizinlə kimya 7-ci sinif, 1-ci isə 3.3 təbiətdə sərbəst şəkildə tapılan mühüm kimya birləşmələr bu mövzunun tapşırıqlarına baxacaq. Gəlin fəaliyyətə də baxaq. Suxurlar hansı birləşmələrdən təşkil olunur və onların hansı xassələri var? Deməli, suxurlar çökmə, maqmatik, metamorfik, suxurun xüsusiyyətlərini verib. Çökmə deyir, hamar səthi olan, qara rəngli parlaq suxur, sonra deyir ağ, qırmızı, yaşıl, sarı və qədər digər rəngli. Əsasən kiçik ölçü qum dənələrini ibarət ağ, boz, qırmızı və qəhvə rənglərdə olur. Deməli, nə deyir? Yuxarıdakı məlumatları istifadə etmək dəftərinizə çəkin, ardıcılığa uyğun 3 sxem çəkin. Bəli, burada nə deyir? Bu suxurlar necə əmələ gəlir? Bu suxurlar aşınma nəticəsi əmələ gəlir. Məsələn, maqmatik suxurlar lavanın soyması və yer səthinə çıxdıqdan sonra soyması və bərkitməsi nəticəsi əmələ gəlir. Çökmə suxurları maqmatik suxurların aşınması nəticəsində əmələ gəlir, daşınması. Baxın, burada da həmin qeydlər yazılıb, daşınması nəticəsində əmələ gəlir. Sonra metamorfik suxurlarda maqmatik və çökmə suxurların sıxılması nəticəsində əmələ gəlir. Sonra nə deyir? Suxurlara aid başqa hansı misallar göstərmiyorlar? Məsələn, əhəng daşı deyə bilərik. Məsələn, mərmər, obsidian, qum daşı verir. Biz də əhəng daşı deyirik. Sonra qum daşı da deyə bilərik. Gecə digəri onların təşkilatı birləşmələri təşkil olunur. Qum daşı kalsium karbonatı, kalsium karbon-O3. Əhəng daşı da kalsium karbon-O3'dür. Amma obsidian, qranit, bazalt, silisium O2'dir. Keçək digər suallarımıza. Qum daşı, sən qum daşı dedim. Mərmər deməkdən qum daşı dedim. Mərmər beynimdə deyib səhv söylədim, üzr sayarız. Mərmər kalsium karbon-O3'dür. Qum daşı silisium O2'dir. Əhəng daşı da kalsium karbon-O3'dür. Gecə öyrəndiklərinizi tətbiq edin. Aşağıdakı sxemi dəftərinizə köçürün. Nədir? Maqmatik, çökmə, sonra metamorfik. Xətləri oxlarla əvəz etməklə verilmiş sxem əsası suxurların bir-birinə çevrilir, əks etdir. Deməli, maqmatik yaranır, sonra çökmə yaranır, sonra da hər iki maqmatik və çökmədən gəlin baxın. Baxın. Maqmatik yarandı mı, düzdür? Sonra çökmə yarandı. Baxın, çökmə yarandı. Sonra maqmatik və çökmədən hər ikisindən metamorfik yarandı. Baxın, məsələn, buraya yazaq, hara yazaq? Buraya yazaq. Maqmatik. Burada yazaq çökmə, düzümə. Demək, bir də buraya yazaq metamorfik. Deməli, ilk öncə maqmatik yarandı. Sonra çökmə yarandı. Sonra hər ikisindən metamorfik yarandı. Sonra B-də nə deyir? Oxlar hansı istiqamətdə seçməyinizi əsaslandırıq. Deməli, belə. Sonra obsidian, qranit, bazaltın tərkibi hansı tərkibi xassələri üçün olan nədir? Hər üçünün də tərkibi silisium O2'dir. Və hər üçü üçün də ümumi olan hər üçü də maqmatik suxurdur. Sonra iki ifadələrə uyğun olaraq elləri və diaqramı əsasən ayırın. Əhəng daşı mərmər davamlı və bərkdir, təbii ki də. Deməli, məsaməlidir, bir də əsas tərkibi kalsium karbon. Deməli, davamlı və bərkdir mərmər. Çünki əhəng daşı sıxılaraq mərmər yaranır. Sıxıldıqda daha yaxşı.
olur, məsaməlidir. Təbii ki də əhəngdaşı, baxın burada şəkli görsəniz, baxın. Baxın bu məsamələr görürsünüz də yəqin ki. Bunlar məsamələrdir. Yəni boşluqlar var. Sonra əsas tərkibi kalsium karbonoiddir. Bəli, hər ikisinin də əsas tərkibi kalsium karbonoid. Deməli, bir dediyi mərmərə, ikini dediyi əhəngdaşın, üçüncü dediyi hər ikisi. Keçdikcə. Azər istəkanda olan suda müəyyən bir miqdar xörək duzu əldə etdi və onu günəş işığı bol düşən yerə qoydu. Bir müddətdən sonra su tamamilə buxarlandı. Stəkan dibində kiçik duz parçasıyla ibarət təbəqə əmələ gəldi. Sonra onun üzərinə ağır bir əşya qoydu. Bir neçə gün sonra bu təbəqənin sərt və möhkəm olduğunu müşahidə etdi. Duzlu göllərin dibində əmələ gələn xörək duzu təbəqəsi hansı suxurlara aiddir? Fikrinizi əsaslandırın. Deməli, duzlu göllərin dibində əmələ gələn. Məsələn, dedi ki, sıxılaraq əmələ gəldi. Sıxılaraq əmələ gəldisə, sıxılaraq əmələ gələn mərmərdir. Yəni bu mərmər ola bilər. B-də nə deyir? Bu suxurda tədricən hansı dəyişiklik baş verir? Alınan bu minerallar hansı suxurlara aiddir? Deməli, bu suxurda tədricən, deməli, onlar getdikcə sıxılmağa başlayırlar təbii ki də. Məsələn, A variantında olan fikirlərimiz çoxala bilər. Məsələn, çökmə də ola bilər. Niyə? Mərmərdən çox çökmə ola bilər, yəni metamorfikdən çox. Çünki deyir, tədricən, məsələn, daşınır da orada, düzdürmü? Deyir, duzlu göllərin dibində əmələ gələn demə. Onlar tədricən daşınır, deməli, və yaranmağa başlayırlar. Məncə burada çökmə də ola bilər. Yəni bu fikri əsaslandırmaq, yəni bunu araşdırmaq da olar. Yəni B-də də artıq onlar sıxılmağa və daşımağa başlayırlar. Sağ olun dostlar, hələlik. Gələn dərslərimizdə görüşənədək kanalıma abunə olub like atmağı unutmayın.